Allah'ın salamı olsun bizi izləyən hər kəsə. Yenə sizlər üçün güllərimi paylaşıram. Burada bax, belə bir güllərim var. Bunları əkəcəm, bunun alt yarpaqlarını təmizləyirəm. Çünki yaxşı kök alsın deyə. Biraz bunu təmizləyirəm. Gördüyünüz kimi çox gözəldir. Bunlar da elə bilirəm ki, sukulentlər sinifinə aiddir. Yəni bunlar suyu çox sevmir. Bunlar heç cürə suyu çox sevmir. Özləri suludur deyilən. Ona görə də suyu çox sevən güllər, onu da qeyd edeyim ki, ağaçsı güllərdir. Daha belə gövdələri belə ağaçsı olur, belə ağac kimi. Görürsünüz, bax, belə güllər suyu çox sevir. Amma belə görürsünüz ki, özündə suyu var da, budağında da, belə qıranda görürsünüz ki, onda su kimi var. Onda o bilinir ki, o yəni çox suyu sevmir. Ona görə də suyu az vermək lazımdır. Bu da həmçinin buradan köklər atıb. Bax, görürsünüz, buradan köklər atıbdır. İndi buradan köklənibdir. Əkək bunda. Bunlar da suyu çox sevmir. Nəsə bilmirəm, mən sukulent güllərini çox sevirəm. Çoxdur mənim sukulent güllərim. Qızım da çox sevir, mənim qızım. Baxın, bax, bunlar sukulentlərimdir. Gördüyünüz kimi bunları yuxarıdan asmışam. Bax, bunlar da sukulentlərdir. Görürsünüz, necə gözəldilər. Bax, bunlar da sukulentdir. Ən böyük sukulent budur. Məndə hal-hazırda ən böyük sukulent gülüm budur. Bu da bundan biraz balacadır demək olar. Bax, gördüyünüz kimi bu sukulentlərin yarpağı bura düşdükcə mən bunları atmıram. Hamısını bax belə canlandırıram. Görürsünüz, o qabların içindən də böyüyübdür. Burada hələ balacadırlar. Burada da balacadır. Bu da mənim qızım. Belə. Bax, bunlar da yarpaqdan bitirmişəm. Hansı ki, belə yarpaqlar qırılır, düşür. Mən onları atmıram. Hamısını belə bir qablara yerləşdirirəm və özü belə böyüyürlər. Bunların da hamısının başını belə qırmışam ki, buradan pöhrələsinlər. Çünki çumuqsu kimi qalıblar. Bunları hamısı indi təzdən buradan dibindən pöhrələyəcəklər. Hər ildə belə başından belə qırıram. Gördüyünüz kimi, bax, yığmışam. Qırıb qablara yığmışam bura. İndi inşallah bunları da canlandıracağam. Yəni, bir yarpağını mən bunu belə düşüb tullamağa hayfim gəlir də. Ona görə də hamısını canlandırıram. Bu qədər. Məni izlədiyiniz üçün təşəkkürümü bildirirəm.